Salam əziz şagirdlər və valideynlər. Hər birinizi xoş gördük kanalımda. Bugün fərqli bir video ilə qarşınızdayım. Bildiyiniz kimi qarşıdan yay tətili gəlir və tətildə ən çox valideynləri düşündürən, maraqlandıran bir sual ətrafında danışmaq istəyirəm ki, yay tətilində uşaqlara hansı testləri işlədək, hansı testləri məsləhət görürsünüz, hansı kitabları məsləhət görürsünüz. Bu haqda çox sual alıram tətildən əvvəl. Bu videonu Sumqayıt kitab sərgisində çəkmişəm. 4-cü kitab sərgisi yaxınlarda oldu Sumqayıtda. Kitabları çəkərkən dedim ki, elə bu mövzu haqqında da ətraflı danışım. Əvvəlcə istəyirəm ki, tətil sözünün mənası haqqında danışaq. Tətil fasilə, ara vermək deməkdir. Hər hansı iş və ya dərs fəaliyyətlərinin müəyyən müddətlik dayandırılmasıdır və insanların bu fəaliyyətdən uzaqlaşaraq dincəlməsi, enerji toplaması deməkdir. Beləliklə, əgər tətildə də uşaq dərslərə davam edirsə, ara vermirsə, yenə test, yenə kitablar davam edirsə bu məşğuliyyət, bu uşaq dincələ bilməz, enerji yığa bilməz, yeni dərs ilinə tam hazır ola bilməz. Mən demirəm ki, yəni bütün yayı uşaq dərslərdən uzaq olmalıdır, heç kitab üzü açmamalıdır. Bunu demirəm, təbii ki, uzun bir müddətdir, 3 ay bunu dəyərləndirmək lazımdır, bu boş vaxtı. Amma necə dəyərləndirmək lazımdır? Məsələn, bu kitabları çəkərkən elə dedim ki, bu kitablar haqqında danışaq ki, uşaqlara kitab oxuma vərdişləri qazandırmaq lazımdır. Yayda bir, tətildə bir fürsətdir bunun üçün. Çox təəssüf hissi ilə deyirəm ki, valideynlərin əksəriyyəti nədənsə belə əlavə kitablar, bədii kitablar almağa elə də həvəsli deyirlər. Nəinki test kitabları almağı, yəni kimlə məsləhət görsə tez o test kitabını alsın, uşaq işləsin, daha çox inkişaf eləsin fikirləşirlər. Yəni məktəbə aid kitablar işləyəndə uşaq üçün daha xeyirli olduğunu düşünürlər, amma belə əlavə kitabları almağa həvəsli olmurlar nədənsə, amma bu çox yanlış düşüncədir. Uşaqlar əlavə kitablar da oxumalıdır, mütləq lazımdır. Kitab oxumaq nəyə faydalıdır? Əvvəlcə onları deyək. Bilgi artırır, yəni kitab oxuyan insan bir çox mövzularda məlumatlı olur, söz ehtiyatını artırır, danışarkən daha gözəl, səlis nitqi olur. Təsəvvür gücünü inkişaf etdirir uşaqlarda, elə həmçinin böyüklərdə də, yəni dediklərim hər kəsə aiddir. Dünya görüşünü artırır, düşünmə qabiliyyətini artırır. Bildiyiniz kimi yaxınlarda monitorinq imtahanı oldu. Bu imtahanlarda əgər diqqət etsəniz, uşaqların çətinlik çəkdiyi daha çox Azərbaycan dili sualları. Yəni Azərbaycan dili deyəndə də orada da yəni mətnlər olur. Yəni oxuyub anlama sualları olur. Yəni sualların yarısı oxuyub anlamaya aid olur, yarısı da riyaziyyata aid olur. Mən apardığım müşahidələrdə görürəm ki, uşaqların çoxu yəni riyaziyyatı daha yaxşı yazırlar, nəinki oxuyub anlamanı. Halbuki oxuyub anlama riyaziyyatdan daha asan olmalıydı. Çünki riyaziyyatı düzgün yaza bilmək üçün uşaq əziyyət çəkir, qaydaları öyrənir, yollarını öyrənir. Amma oxuyub anlamaq üçün bu əziyyətə ehtiyac yoxdur. Sadəcə onun oxuma qabiliyyəti gözəl olsa, oxuduğunu anlama qabiliyyəti gözəl olsa, o sualları çox rahatlıqla yaza bilər. Çünki oxuyub anlama mətnlərində suallar sırf mətnin içindən olur, yəni əlavə bir sual olmur. Mətn verilir, uşaq o mətni diqqətlə oxumalıdır, ona aid sualları cavablandırmalıdır. Amma uşaqlar bu mətni oxuyur, sonra sualları cavablandırarkən çoxlu səhvlərə yol verirlər, təəssüf ki. Oxuduğunu tam anlamamaq tək bu mətnlərdə yox, elə digər fənlərdə, digər testləri işləyərkən də onlara mane olur. Məncə bu təcrübəni bir çox müəllim yaşayıb ki, uşaq məsələni oxuyur, deyir başa düşmədim, həll eləyə bilmir. Təzədən eyni məsələni müəllim oxuyanda heç bir dəyişiklik eləmir, sadəcə müəllim oxuyur düzgün intonasiya, düzgün şəkildə. Uşaq deyir, hə bildim, artıq bildim necə eləmək lazımdır. Müəllim heç bir yol göstərmədən. Yəni məncə bu bir çox müəllim bunu görübdür. Nəyə görə belə olur? Çünki uşaqlarda oxuduğunu anlamada problem var. Bu da nədən irəli gəlir? Az kitab oxumaqdan. Və yaxud da elə uşaqlar var ki, evində əlavə kitab yoxdur. Yəni soruşuram mən, sizin əlavə məsələn neçə kitabınız var? Baxıram 1, 2, çox az sayda. Və təəssüf hissi keçirirəm bu zaman mən. Yəni uşaqlara mütləq əlavə kitablar almaq lazımdır. Uşaqlar üçün də o qədər gözəl kitablar var.
Hiç mən təsəvvür eləmirdim bu qədər gözəl kitabın çox olduğunu. Bu sərgidə gördüm onu. Bu sərgilər son vaxtlar artırılıb, daha tez-tez keçirilir. Əsasən də Bakıda, yəni Bakıda yaşayırsınızsa, mütləq iştirak edin belə sərgilərdə. Digər şəhərlərdə də keçirilir. Maraqlanın. Nə vaxt mütləq iştirak edin. Çünki burada hədsiz sayda kitab olur, hər mövzuda kitab olur. Elə özünüz üçün də alın. Çünki uşaq gördüyünü götürür. Əgər valideyn evdə kitab oxusa, uşaq da daha həvəslə kitab oxuyar və uşaqların sevdiyi mütləq hər hansı bir mövzu olur. Düz deyil. Uşaqların əksəriyyəti də həvəs yoxdur kitab oxumağa, bunu bilirəm bir valideyn kimi. Amma yəni hər uşağın maraqlandığı bir mövzu olur. Yəni o mövzuya aid bir kitab ala bilərsiniz ki, o uşaq onu həvəslə oxusun. Məsələn, burada mənim oğlum Ronaldo haqqında kitab tapdı və çox sevinərək aldı. Kitab yetərincə qalın olmağına baxmayaraq tam 3 gün ərzində o kitabı oxuyub bitirdi. Heç mən də gözləməzdim, o dərəcədə tez oxuyar və oxuduqlarını da mənə danışdı. Çox sevdi. Yəni hətta ondan sonra deyir Ronaldinho haqqında kitab var idi, onu da alarsan. Yəni düzdür, Ronaldo haqqında kitab bəlkə də fikirləşərsiniz ki, onun nə faydası olacaq, amma yəni bu da bir kitabdır. Mütləq orada söz ehtiyatını artıracaq, nələrsə öyrənəcəyi düşünürəm ki, yəni siz də uşağınızın istədiyi kitabları alsaz, daha onu həvəslə oxuyacaq, nəinki siz seçdiyiniz. Nəysə, çəkdiyim video qurtardı, amma deyəcəklərim qurtarmadı. Məcbur təkrar bir epizodu yenidən paylaşıram ki, sözlərimi yekunlaşdıra bilim. Bu sözlərim uşaqlara əsas verməsin ki, vəssalam, tətildə test işləməyək, heç nə öyrənməyək, dərs öyrənməyək. Xeyr, arada, yəni həftədə ən azı bir dəfə, 2 dəfə müəyyən bir müddət dərsə də vaxt ayırmaq lazımdır. Çünki bu boş vaxtdır, bunu dəyərləndirmək lazımdır. Çünki tamamilə dərsdən uzaqlaşsaq, keçdiklərimizi unuda bilərik. Çünki insan unutqandır. Arada təkrarlamaq məqsədi ilə testlər işləyə bilər, qaydaları təkrarlaya bilərsiniz. Bəs hansı testləri işləyək? Əsas sualın da cavabını verib, mütləq yay tətili tapşırığı kitabı almaq deyə bir məcburiyyət yoxdur. Yəni mən bilirəm ki, dərs ili ərzində valideynlər hamısı demək olar ki, əlavə testlər alırlar, kitablar alırlar uşaqlara. Amma çox zaman bu testlər yarımçıq qalır, axıra kimi tamamlamırlar. Yəni əgər elə testlər varsa, elə kitablar varsa, elə məsləhət görərdim ki, o kitabı bitirsinlər. Çünki onsuz da yay tətili kitablarında da keçdiklərinə aid suallar olur və elə həmin testlərdə də olur. Yəni qeyri-adi bir şey olmur yay tətili kitablarında. Əgər evdə işlənməmiş, bitməmiş test kitabları varsa, elə onları uşaqlar işləsin, bitirsin. Əgər yoxdursa, müxtəlif nəşriyyatların çox maraqlı yay tətili tapşırıqları kitabları var. Onları əldə edib uşaqlara işlədə bilərsiniz. Dediyim kimi, həftədə bir dəfə ya 2 dəfə müəyyən bir müddət ərzində, yəni uşağın bilik səviyyəsindən asılı olaraq. Bunlardan əlavə isə mütləq təmiz havada çox olun, bol-bol oynayın. Yəni tətildə uşaqlığınızı yaşayın, havada gözəl olacaq. Yəni telefondan, televizordan bacardığınız qədər uzaq olun. Bu qədər deyəcəklərim nəhayət bitdi. Ümid edirəm sizlər üçün faydalı oldu bu videom. Yəqin ki, yorumlar açıq olar. Digər videoların yorumlarını YouTube özü bağlayır uşaqlar üçün olduğu üçün. Yəni bəziləri düşünür biz özümüz bağlayırıq, amma yox, YouTube özü bağlayır. Burada yəqin ümid edirəm ki, YouTube bağlamaz. Düşüncələrinizi, fikirlərinizi mənimlə bölüşsəniz şad olaram. Sağ olun, yeni videolarda görüşərik.